Xalqımızın milli mənəvi irsini təcəssüm etdirən Novruz bayramı Astarada Dənizkənarı Park Bulvarda böyük coşqu ilə qeyd olunub. Tədbirdə Astara rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə milli adət-ənənə, kulinariya, dekorativ tətbiqi sənət nümunələrindən ibarət sərgi ilə tanış olublar. Daha sonra Dədə Qorqud tədbir iştirakçılarını salamlayıb, bayram münasibəti ilə təbriklərini çatdırıb. Onlara can sağlığı, bahar tərabəti, bol ruzi bərəkət arzulayıb. Ardınca bayram tonqalı alovlandırılıb və rayonun bədii öz fəaliyyət kollektivləri, müğənnilər, şən mahnılar, rəqs qrupları isə milli rəqslər ifa ediblər. Novruzun əsas personajları olan Kosa və Keçəl şən zarafatları ilə, duzlu məzəli söhbətləri ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib. İdmançıların çıxışları isə böyük coşqu və alqışlarla qarşılanıb. Keçirilən Novruz şənliyi hamıda xoş və unudulmaz təəssürat oyadıb. Elimiz, obamız bu gözəl milli adət-ənənələrini özündə əks etdirən, xeyir-bərəkət rəmzi olan Novruz bayramını qeyd edir təntənəli şəkildə və ən çox ona görə sevincliyik ki, bugün yurdumuzun hər yerində Azərbaycanın şanlı bayrağı əzəmətlə dalğalanır və bu bayrağın kölgəsində də bizim bütün xalqımız bu Novruz şənliyini, çərşənbə bayramlarını, bütün el şənliklərini sevinclə qeyd edirlər.